Sözlənən Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanıma yazdığı məktubları təqdim edir. Səslənəcək 3 məktubun ilk ikisini Hüseyn Cavid Kislovodskda müalicədə olarkən yazıb. Sonuncu məktubu isə Cavidin ölümündən bir neçə ay əvvəl sürgündə olarkən yazıldığı və Bakıya gəlib çatan son yazısı olduğu qeyd olunur. Əziz və sevgili Mişkinaz, indiyə qədər 4-5 açıq məktub yazmışam. Ertoğrulun atkırıtkasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmırsan, yaxud poçtaxana mı verməyir? Hər halda bu qədər tənbəllik yaramaz. Desəm ki, vannalar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədibat kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yaralayım. Bugün yarın qulluğunuzdayım. Çocuklardan müğayət ol. Ertoğrula söylə ki, gözü Turancığın üzərində olsun. Savaşmasınlar. Yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocukları mənim tərəfimdən öpərsən. Hüseyn Cavid, 24 iyun 1927-ci il, Kislovodsk. Mişkinaz, bugün 3-cü məktubunuzu aldım ki, Ertoğrulla bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanındaydım. 3-cü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə iyulun 20-sinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəm. Proqrama bir şey əlavə etməsə, ayın 20-sində çıxacam. Çünki qəribsəməyə başladım, tanış da çox az. Pənah bəy də dünən yox, sırağa gün gəldi. Kislovodskun yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə 5-6 girvəngə kökəldim. Professor qətiyyən yaramaz deyə ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ertoğrula şəkilli atkırıtka yazacam. Bu dəfə bağışlasın. Çocukları öpürəm. Ertoğrul Həlimənin də dərslərinə baxsın. Baqi ehtiram, səni öpürəm. Hüseyn Cavid, 30 iyun 1927-ci il, Kislovodsk. Əziz Mişkinaz, köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi, hər ay teleqrafla 50 ya 60 manat göndərin. Bağlama lazım deyil, ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burada hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi. Hüseyn Cavid, 27 may 1941-ci il.